Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Amma torpaqlar da getdi. İndi hər bir həlak olan insan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara qoşdu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Və onların qəhrəmanlığı unudulmazdır. Misli bərabəri yoxdur. Salam 102 Xəbər Info və Inforum Xəbər TV sosial şəbəkə izləyiciləri. Hər bir bölgələrdə olduğu kimi öz missiyamızı yerinə yetirərək Şəhidlər Xiyabanını ziyarət edirik. Bugün isə biz Yevlax şəhərinin Şəhidlər Xiyabanını ziyarət etməyə gəldik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə şəfa diləyirik. Şəhidlər öz qanları bahasına tarix yazdılar. Şəhidlər ölməzlər. Vətən uğrunda canlarından keçdi. Buradakı uyuyan hər bir şəhidlərin ruhu qarşısında baş əyirik. Şəhidlərin adına hər bir məktəblərdə onların anım günləri keçirilir. Heç vaxt şəhidlər unudulmur və unudulmayacaq. Şəhidlər yalnız döyüş meydanında can verən insanlar deyil. Onlar həm də gələcək nəsillərə azadlıq, müstəqillik və milli kimlik mirası qoyan müqəddəs varlıqdırlar. Hər bir şəhidin hekayəsi qəhrəmanlıq dastanıdır. Kimisi gəncliyini, baharını, kimisi övladlarını arxada qoyan, torpaq uğrunda can verən qardaşlardandırlar. Azərbaycan xalqı şəhidləri heç vaxt unutmur və unutmayacaq. Hər il onların xatirəsi anım mərasimləri keçirilir, abidələr ucalır, məktəblərdə, küçələrdə onların adları qoyulur. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirik. Şehit anası ağlama, ağlama. Şehit anası ağlama. Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisiyle döyünsün ürək. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası, ağlama. Yarananlar yüzü qaradır. İnsanlar çoxalıb dünyada dardır. Dərdi olanlara təsəlli yardır. Ağlama şəhid anası, ağlama.
teselli yardır. Ağlama şehit anası, ağlama. Müski Xəbər Info və Inforum xəbərin rəhbəri Azər Xudayaroğlu, bölgə müxbiri Hicran İmamverdi qızı, foto müxbir Seymur Əloğlu.